Ötən suretlərimizdə Cəlilabad rayon Azərişıq İdarəsinin rəhbəri Aydın qağamız Cəlilabad rayonunda yaratmaz əməlləri barədə video kadrları çəkib sizlərə təqdim etmişdik. Xəbər efirə getdikdən sonra elə hesab etdik ki, Aydın qağamız Cəlilabad xalqına qarşı hümanistlik edib, Cəlilabadlıları qaynayıb qarışacaq. Sən demə yanılmışıq. Əksinə Aydın qağamızla bağlı ölkə mətbuatının manşet səhifələrində ardı kəsilməyən tənqidi yazılar dərc edildi. Tənqidlərdən nəticə çıxartmayan Azərişıq İdarəsinin rəhbəri Aydın qağamız Region TV xəbərin rəhbəri Murad Hüseynovun telefonuna zəng vuraraq məhkəməyə verəcəyəm deyib hədələdi. Aydın qağamızın tənqidlə təhqirin yerini səhv salaraq güya ki, Murad Hüseynov onun şərəf və ləyaqətini təhqir edib, ona görə də şərəfini təmizə çıxartmaq üçün Region TV xəbərin rəhbəri Murad Hüseynovdan 100.000 manat təzminat alacağını bildirib. Alo. Bəli. Selamünaleyküm. Aleykümselam. Hüseynov Murad Əlioğludur. Bəli. Aydındır, İşıq İdarəsinin rəisi. Buyur Aydın müəllim, eşidirəm. Mənim işgüzar nüfuzuma xələl gətirmirsən, şərəf və ləyaqətin təhqiri məhkəməyə veririk səni. Buyur, Vəkildə tutmuşuq. Ali məhkəməyə verərsən, gələcəksən qıqır. Buyur. 100.000-də mənə vizyon tələbi qoymuşam, sesyon və televiziya üçün. Yaxşı, davay, sağ ol, sağ ol. Vəkil işləyir, yaxşı. Ensiklopediyaya nəzər salsaq, hər bir bölgənin öz ləhcəsi var. Eləcə də Cəlilabad bölgəsinin Cəlilabad rayonuna özünə məxsus ləhcəsi var. Biz Cəlilabadlı olaraq hörmətli şəxslərə qağa deyirik. Başqa bölgələrdə və xarici ölkələrdə digər millətin dilində qağa sözü pis başa düşülürsə, vallah günah bizlik deyil. Aydın qağamızın tənqid olunmasına gəldikdə isə, yəqin ki, qağamız öz yerində olmadığı üçün Region TV xəbərin tənqidinə tuş gəlib. Elə hesab edirik ki, kiçik bir tənqidə dözməyən Aydın qağamız qarşıda məhkəmə zalında onun gözləmədiyi sürprizlərlə necə dözəcəyi yəqin ki, efirlərdən görəcəksiniz. Buradan Aydın qağamıza onu demək istəyirik ki, Aydın qağa Region TV xəbəri kiminsə şərəf və ləyaqətini təhqir etmir. Əksinə yerlərdə işləyən məmurların işlərində buraxdığı nöqsanlara göz yummayaraq tənqid atəşinə tutur. Əslində tənqiddən nəticə çıxartmaq lazımdır Aydın qağa və yenidən nəzərdə çatdırmaq istəyirik ki, azad media olaraq bizə səlahiyyət verilmir ki, hansısa məmuru təhqir edək. Gələn suretlərimizdə hazırlayıb təqdim edəcəyimiz kadrlarda görəcəksiniz ki, Gəncədə hansı məmur özbaşınalıq etdiyi üçün qadınlar tərəfindən döyülüb əyninə uzun tuman geyindirilərək küçəyə buraxılıb. Bizi izləməyi unutmayın. Murad Hüseynli, Kamran Kamiloğlu, Region TV xəbər, Cəlilabad.